Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün ailə nikah münasibətlərinin qorunması amilləri, ailə münasibətlərini möhkəmləndirən motivlər, ümumiyyətlə evlənmə fobiyası bu münasibətlərdə nə dərəcədə rol oynayır kimi müzakirə mövzusu olaraq bugün dəyərli qonaqlar dəvət etmişik ki, məhz bu haqda müzakirə aparaq. İlk olaraq qonaqlarımızı sizə təqdim edim. Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq bizim dəyərlimiz Kamilə xanım Kazımova. Kamilə xanım, xoş gördük sizi, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Eyni zamanda dəyərli həkim, psixoterapevt Elmir Əkbər doktor, siz də xoş gəlmişsiniz. Hər vaxtınız xeyir. Öncəliklə hər birinizə dəvətimizi qəbul etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Mövzumuz müzakirə əslində predmeti olan və geniş müzakirəsi olacaq ciddi bir mövzudur. Hansı ki, cəmiyyətdə hər zaman buna ehtiyac duyulur. Xüsusən də ziyalıların və psixologiya sahəsinin peşəkar mütəxəssisləri bu sahədə məncə çox danışmalıdır. Çünki danışılacaq məsələlər çoxdur. Kamilə xanım, başlayaq sizdən. Ailə və nikah münasibətlərini möhkəmləndirən amillər dedik. İlk olaraq buradan başlayaq. Hər bir şeyin probleminin həllini danışanda ilk olaraq onun sağlam sütununun yaranmasından danışmalıyıq ki, sonra problem yarananda nə etməliyik deyə çarəsiz qalmayaq. Nədir bu amillər? Hansı amillərdir? Bunların bir ardıcıllığını mən sizdən eşidək. Buyurun. Təşəkkürlər. Birinci, hər kəs salamlayıram. Tamaşaçılarımıza salamlayıram və sizə təşəkkür edirəm bu dəvət üçün. Çox gözəl, həmişəki kimi aktual, yəni hər kəs tərəfindən bəyənilən və hər kəs tərəfindən maraqlı olan ki, bu necədir, nə cür olmalıdır, insanlar üçün bu çox maraqlıdır və bu suala necə cavab verim? Çalışacağım, o çoxdur təbii ki, qısa şəkildə cavab verim. Ailə münasibətlərinin əsasını nə təşkil edir? Hər şeydən var, bunu bilirik ki, rəsmi şəkildə olaraq nikah ailə münasibətlərinin əsasıdır. Çünki nikah iki tərəfin bir-biri ilə rəsmi şəkildə bir ittifaqda olmasıdır. İstər hüquqi tərəfdən, istər mənəvi tərəfdən, istər iqtisadi tərəfdən. Yəni, bu nə deməkdir? Biz birlikdəyik, biz birlikdə olacağıq. Yəni, elə ailə sözünün əsası da buradan yaranır. Yəni, əsası gəlir ki, birlikdə olmaq, dayanmaq, etimad göstərmək. Baxın, əslində nikah o sözü sanki təsdiq edir. Və təsdiq edərək insanlar bir araya gəlirlər. Ən birinci bundan başlayır. Amma bu nikahın özünü də şərtləndirən amillər var. Yəni, insan ailə qurursa da, birinci burada sevgi olmalıdır, qarşılıqlı sevgi, hörmət. Hörmət deyərdim ki, sevgidən də birinci yerdə dayanır. İnsanların bir-birini anlaması, insanların bir-birini başa düşməsi, yəni möhkəmləndirən amil olmalıdır. Çünki biz nə edək ki, ailəmiz möhkəmlənsin? Biz nə edək ki, ailəmiz daha da yüksək təməllər üzərində qurulsun? Çünki evlatlarımız da bundan dərs götürəcək, gələcək nəsil bizdən nümunələr götürəcək. İnsanların bir-birinə güzəşt etməsi, insanların bir-birinə xoş ünsiyyəti, necə ünsiyyət yaradılsın ki, insanlar bir-birinə daha yaxşı olsun. İnsanların bir-birinə sədaqəti, etibarı, bu çox vacib olan bir məsələdir. Mən bir sözü vurğulayım. Bunu biz hər zaman qeyd edirik. Əgər insanlar arasında etibar, sədaqət, vəfa olmayacaqsa,
İnanın ki, bu belə ki, insanlar bir-birində olan o gözəllikləri, müsbət xüsusiyyətləri olduğu kimi dəyərləndirə bilməyəcəklər. Və olduğu kimi dəyərləndirə bilmədiyi üçün də əks tərəfi, belə deyək də, gözü əsl məsələləri görməyəcək. Çünki xəyanət olarsa, başqa bir şeylər olarsa uzaq olsun, onları görmədiyi üçün də qarşısındakı insanda olan müsbət keyfiyyətləri görə bilməyəcək. Və insan da insanda olan müsbət keyfiyyətləri görüb dəyər verə bilmirsə, istər-istəməz ailənin təməlində bir balaca axsıma ola bilər də, uzaq olsun. Və asudə vaxtı birlikdə keçirə biləcəklərmi? Asudə vaxtın birlikdə keçirilməsi. Bu da çox vacibdir. Düzdür. Müasir dövrdə elə bir vəziyyətdir ki, insanların iş rejimi çoxdur. Yəni, hər kəs görürsən ki, bir iş yox, bir neçə işlərlə məşğul olur ki, təbii ki, öz fəaliyyətini artırmaq üçün. Amma biz onu da fikirləşməliyik ki, ailə də bizim bir hissəmizdir. Ailə ilə bir yerdə oturub biz maraqlı film izləməkdirmi, ailə ilə bir həftə sonu harasa getməkdirmi? Biz demirik ki, hər gün harasa gedin, yəni başqa işlərinizi buraxın, yox. Amma ailə ilə də bir o ortamı yaratmaq lazımdır. Çox yaxşı olar ki, bir şam yeməyində bir yerdə olsunlar. İndi gündüz ola bilər ki, iş vaxtları fərqli ola bilər. Yəni, bir-birinə xoş bir münasibət yaratsınlar, bir-birini axtarsınlar. O demirik, həddindən artıq haradasan, necəsən, yox. Amma bəzən görürsən ki, gün axşam olub heç bir zəng gəlmir. Zaman ayıraq. Yəni, diqqət, dediyimiz o diqqət olmalıdır və insanla o daxili aləminə varmaq lazımdır. Empatiya hissi, bir-birinin kədərinə, dərdinə şərik olmaq. Biraz öncə dedim, ailə nədir? Yəni, rahat olmaq, sakit olmaq. Mənim hər hansı bir problemim varsa, bu mütləq həyat yoldaşım da bu problemlə maraqlanmalıdır. Bəzən çox təəssüf ki, yəni ailələrdə bunu görürük. Hər kəsin öz dünyası var. Birinin dərdindən o birisinin xəbəri yoxdur. Birinin sevincindən gəlir, deyir ki, belə bir, tutaq ki, nəsə mənim bir yüksəlişim oldu. Ailə, həyat yoldaşını belə də adi bir, ya indi bilmirəm, bəlkə başa düşə bilmirmi, yoxsa başa düşmək istəmirmi? Bunlar var. Bax, bunlar olarsa, yaxşı mənada, hələ sayacağıq, ailənin təməli daha da möhkəm olacaq, ailə qurula bilər. Amma o ailəni davam etdirə biləcəklərmi? O motivlər nədir? Və yaxud da ki, ailəni qorumağın bəzi başqa motivləri də var ki, bəzən insanlar tək qalmaqdan qorxur, ailəni itirməkdən qorxur, sadəcə evlatların xətrinə ailəni saxlayır, uşaqlara narahatçılıq olar deyən, uşaqların psixikası pozulmasın deyə. Amma mən istəyərdim ki, bunlar olsun təbii ki, bunlar çox vacibdir. Məsuliyyət hissi, bax bu da vacibdir. Və fikirləşək ki, mən həyat yoldaşım qarşısında söz vermişəm və yaxud da uşaqlarım məni necə fikirləşə bilərlər. Mən mütləq bu məsuliyyəti yerinə yetirməliyəm. Amma orada hörmət olarsa, məhəbbət olarsa, sevgi olarsa, yəni insanın ömür günü gedir də, hər günü gedir. Bir var, o gün nəyinsə xatirinə olsun, sadəcə nəyinsə xatirinə. Sanki bir borc olaraq yaşamış kimi olursan. Biri də var ki, daxilindən gələn bir rahatlıq olur və sənin o ailənin sosial-psixoloji iqlimi də müsbət olur axı onda. Bu sosial-psixoloji iqlim də müsbət olanda insanın rahatlığı olur, insanın problemləri sanki öz-özünə həll olur. İnanın. Və hər şey bir baxaq, pozitiv enerji ilə yanaşanda görürsən ki, hər şey dəyişdi, hər şey başqa şəklə düşdü. Ona görə də inşallah indi davam edəcəyik. Bax, bu məsələlər və bundan da başqa dediyimiz kimi başqa məsələlər də var ki, insanlar bunların hamısını yerinə yetirmək deyək necə, yəni çalışsınlar ki, etsinlər. Yəni, söz kimi bunu demək çox asandır. Amma situasiyalardan asılı olaraq təbii ki, fərqli situasiyalar var. Amma güzəşdirmi və s. bir-birini anlamadımı, başa düşmədimi, daxili aləminə varmaqdımı, bunları etsək, mənə gəlir ki, insanlar bir-birini daha yaxşı anlayır və daha rahat, gözəl yaşayarlar. Buradan da mənə gəlir ki, kökü də Kamilə xanım biraz sonra danışacağımız evlənməyə əslində niyyətli olan və bu yola bizi aparan motivlər dayanır ki, hər şey məhz oradan başlayır, hansı ki, bu haqda da danışacağıq. Doktor, Kamilə xanım geniş izah verdi və burada təbii ki, iki şəxsin nigahdan sonra, təbii ki, bir kiçik bir qurumdur, təşkilatdır, ailə cəmiyyətin əslində özünü təsdiq formasıdır ki, övladları da biz cəmiyyətdən bir məsuliyyət daşıyırıq. Burada bir-birimizi anlamırıqsa, dərk etmiriksə, ümumiyyətlə dinləmək istəmiriksə və yaxud da burada maraqlı deyiliksə, bu sizcə ümumiyyətlə iki insanın
belə deyək də, psixikasının uzlaşmasından başlamırmı məsələ? Yəni, eyni dünyaya baxan insanların, eyni bir nöqtəni görə bilən insanların çıxdığı yolda bunlar ola bilər də. Fərqli dünyanın adamları da var, hansı ki, indi biz buna da qaydacağıq, hansı ki, evlənmədən öncə də mütləq ki, psixologların yanında olması məhz elə belə problemlərdən birbaşa bizi məcburiyyət yaratdı da. Bugün bunlar da var. Bəlkə doğru, düzgün nicah tərəfdaşımızı mı seçə bilmirik, sonradan problem olur? Bunlar da var, deyilmi? Ülviyə xanım, mən bir vətəndaş olaraq sizə təşəkkür edirəm ki, bugünkü gün ən aktual məsələyə toxunursunuz, yenə də həmişə olduğu kimi. Sözün həqiqi mənasında siz bu media sahəsində, ümumiyyətlə mən düşünürəm ki, yəni Azərbaycançılıq məfkurəsi uğrunda vuruşan ən bariz sərkərdələrdən birisiz, ən öncərgədə olan bir şəxsiyyətsiz. Yəni, və bu sahədə, ümumiyyətlə mediada isə təəssüf ki, bugünkü gün, inanın mənə, istər teleməkanda, istər YouTube üzərindən və ya da digər sosial şəbəkələr üzərindən bəlkə də 1-2 layihə var. 3-dən artıq deyil də, doğrudan da sözün həqiqi mənasında sıravi vətəndaşların maraqlarına xidmət göstərən insanların olmalı. Yəni, öz ciblərini yox, daha ali dəyərləri düşünən insanlar. Buna görə mən sizə təşəkkür edirəm. Çox sağ olun ki, yenə də siz baxın belə məsələni. Bu veriliş də sizin kimi dəyərli insanların sahəsində əslində baxımlı olur və daha çox rəğbət qazanır ki, çünki burada peşəkarlar danışır. Bəlkə də özəlliyimiz bundan ibarətdir, doktor. Bir daha təşəkkür eləyərək sizə mən istəyirəm, icazənizlə ərk eləyərək bir vətəndaş olaraq bizi seyr eləyən bizim ağbirçəklərimiz, ağsaqqallarımız və ağbirçəklərimiz, ümumiyyətlə düşünən, zəkalı insanlara müraciət eləyəm ki, çox ehtiyatlı olsunlar, çox diqqətli olsunlar. Həyatda istənilən yeniliyin biz həmişə IELTS-də esse yazanda advantage, disadvantage deyilən belə bir üslub, stil var. Yəni, müsbətləri və mənfiləri var. Bəli, çox gözəldir. Biz indiyənə kimi olan zəmanələrin içərisində ən gözəlində yaşayırıq. Elmi, tibbi, texniki, inkişaf baxımından. Hələ bundan sonra daha da gözəl olacaq. Amma böyük bir dəyərlərin aşılanması prosesi də gedir. Yəni, əvvəllər biz bilirdik ki, evlad, gənc ailələr, onlar hardan nümunələr götürür. Amma biz bu dəqiqə onu kontrol edə bilmirik. İnternet aləmi tamamilə təəssüf ki, bizdə tamamilə kontrol olunmaz bir vəziyyətdədir. Və orada nələr baş verir, nələr? Bugünkü gün mən istəyirəm ki, bizim doğrudan müdrik böyüklərimiz, ağsaqqallarımız, ağbirçəklərimiz bu məsələyə çox diqqət ayırsınlar. Gənc ailələr, elə həyat yoldaşları özləri də, istər kişi, istər xanım, həyat yoldaşının kimləri izləyir, kimlərə baxır. Çünki bugün baxdığımız birisi bizim üçün nümunədir, örnəkdir. Və ümumiyyətlə mən həmişə ruhun ekologiyasına xüsusi diqqət ayrılmağının tərəfindəyəm. Necə ki, həmişə deyirik, indi baxın, görün nə qədər insanlar sağlam qidalanma haqqında düşünür ki, hər şeyi mədəmə rəva bilmirəm. Gəlin, eləcə də beynimizi, qəlbimizi, ruhumuzu da düşünək. Hər musiqilər dediyimiz mahnıları dinləməyək, hər məlumatları almayaq, hər insanlarla ünsiyyətə girməyək. Siz çünki o Instagramlarda, Facebooklarda bir dəfə deyirsiniz ki, tutaq ki, bu nə danışır, bu mənasız söz danışır. Bir dəfə keçirsiniz üzərindən, 2 dəfə, ancaq sizin şuur altınıza həmin o zəhərli fikrin toxumu artıq əkilir. Və bir müddətdən sonra orada gördüyünüz o bədheybət sima ki var, baxırsınız, yəni orta əsrlərdə təlxəklərin dodaqları, yəni heç o vəziyyətdə deyildi simalı. Yəni o dəhşətli fikirlər ki var, səsləndirilir. İnsanda tükürpədici fikirlər, ailə dəyərlərinə balta vuran fikirlər. Bir müddətdən sonra biz bunu davamlı eşitsək, bizdən asılı olmuyor. Bu beynin fiziologiyası normal qəbul etməyə adiləşəcəkdir. Ona görə də mütləq şəkildə kimləri izləməliyik, kimləri dinləməliyik, bunun fərqində olmalıyıq.
Bəli, hansı ki elə bununla bağlı da elə bəzən də bu haqda mövzuda ziyaların da narahatçılığı var. Elə Kamilə xanım da xüsusilə hər zaman bu mövzuda danışılmasının ona görə tərəfdarıdır ki, bu haqda nə qədər ki haqqı çatan, mən deyim o sözü, haqqı çatan insanlar danışacaq və doğru düzgün mesaj verəcək, o qədər də insanlar doğru düzgün maariflənəcək və başa düşəcəklər ki, ailə dəyərləri toxunulmaz və müqəddəsdir. Ailə nigah münasibətləri seçilməsində çox ehtiyatlı olmalıyıq. İndi bu haqda təbii ki biz danışacağıq, reklam fasiləsinə ayrılırıq. Hətta bizim telefon xəttinə tamaşaçımız var. Təəssüf ki biz sizi reklam fasiləsinə eşitmək məcburiyyətindəyik. Qısa reklam arası sonra yenidən buradayıq. Reklamlar bitdi. Yenidən müzakirəyə qayıdırıq. Müzakirə keçməzdən öncə proqramımızın baş sponsoruna dərin təşəkkür etmək istəyirəm. Base Beef ət və ət məhsulları 2002-ci ildən etibarən Elite Food Company adı altında və Base Beef markası ilə fəaliyyət göstərən böyük bir müəssisənin fəaliyyətindən söhbət gedir. Hansı ki, hazırda Şərqi Zəngəzur və Qarabağ istehlakçılarının da artıq istifadəsinə buraxılmışdır. Sizə dərin təşəkkür edirəm. Artıq bir neçə ildir ki, bizimlə əməkdaşlıq etdiyiniz və dəstək olduğunuz üçün. Best Beef sənin seçimin və mövzumuz təbii ki, nigah ailə münasibətlərinin qorunması və nigah ailə münasibətlərinin motivləri. Biz bu haqda danışacağıq, amma bizim reklam fasiləsində öncə bizim tamaşaçımız idi. Biz təəssüf ki, reklama keçidlə bağlı ala bilmədik. Telefon xəttindəsə, bizi eşidirsinizsə, eşidək sizi. Hər vaxtınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, İlbiyə xanım və dəyərli bizim qonaqlarımız Kamilə xanımı salamlayıram, Elmir bəyi salamlayıram. Çox gözəl və maraqlı bir mövzuya toxunmuşsunuz. Əslində mənim həm fikrim var, həm də sualım var elə bizim dəyərli qonaqlarımıza. Ülbiyə xanım, bizim sualımız belədir ki, əvvəla biz ailə münasibətlərindən danışırıqsa bugün, biz hamımız, hər birimiz Sovet təhsili almış və belə deyək, Sovet qayda qanunlarına uyğun olaraq belə bir ailədə böyümüşük ki, bizim devirdə belə bir şeylər olmayıb ki, ailə münasibətlərimizi ictimailəşdirib, efirlərdə belə bir görüntülər yaratmaq. Yəni, orada efirdə məsələn çıxırlar studiyada, o ona deyir, bu buna deyir. Yəni, bu xoşa gəlməyən, belə deyək, bizim mentalitetimize uyğun olmayan ailə münasibətləridir. Bugün bunu biz əslində ailə münasibətləri elə bir münasibətdir ki, o daxili çərçivədə olmalıdır və ailədə bütövlük, birlik yoxdursa, orada heç bir ailə münasibətindən söhbət edə bilməz. Qaldı ki, Kamilə xanım ilk öncə orada nigah məsələsinə tutundu. Əlbəttə, biz belə görmüşük ki, yəni ailələr qurulduqda mütləqdir ki, valideynlər tərəfindən, hər iki valideyn tərəfindən rəsmi nigah tələb olunur və rəsmi nigahda olur. Amma bugün çox təəssüflər olsun ki, müasir devirdir, hər kəs bildiyi kimi öz çərçivəsindən belə, öz fikri ilə yanaşır. Amma mənim fikrimdə, əgər rəsmi nigah varsa, əlbəttə birgə razılıq əldə olunaraq, anlaşıqlı şəkildə insanlar bir-birindən, yəni hər iki tərəflər bir-birindən ayrıla bilər. Və eyni zamanda rəsmi nigah olduğu halda məhkəməyə müraciət edib, məhkəmə qaydasından ayrıla bilər və əgər evladı varsa, əlbəttə ki, evladına da alimentin verilməsi qanun çərçivəsində müəyyən olunur və biz də bu qanunlara əsasən o alimenti ödəməlidir. Yəni, ata tərəfindən. İndi baxır ki, uşaq hansı tərəfdə qalır. Amma qaldı ki, indi bugün bu münasibətlər artıq aşırı dərəcədə həddi aşıb və bugün onu ictimailəşdirirlər. Bu heç də bizə xoş belə təəssürat yaratmır. Mənim fikrimcə, mən şəxsən istəmirəm ki, bizim efirlərdə belə ailə münasibətləri, bax, indi bugün siz maarifləndirirsiniz, gözəl verirsiniz, gözəl fikirlər. Bax, Elmir bəy çox sağ olsun, hətta özü də Elmir bəyin sosial verilişlərdə iştirak edir və o münasibətini də bildirir. Əgər bir halda ki, bugün mənim hər hansı bir ailə problemim varsa, onu öz ailəmin daxilində, içərisində əldə edə bilmirəmsə, o artıq mənim günahımdır və mənim aldığım ailədəki tərbiyədən çox şey asılıdır. Məktəbdə ümumiyyətlə belə psixoloqlarımız tərəfindən bax, uşaqları indidən ailəyə hazırlaşmaq lazımdır ki, yəni uşaqlar elə az yaşlı uşaqlar artıq dərk eləməlidir ki, ailə nədir? Evdən çölə çıxır.
çıxanda biz kiçik dövlətik, ailə kiçik bir dövlətdir. Öz dövlətimizi, öz içərimizdən kənara çıxanda necə təmsil etməliyik? Necə ki, bir Azərbaycan vətəndaşı kimi. Aydındır. Təşəkkür edirik sizə. Dəyərli fikirləriniz təbii ki, xanımın da o qədər bəlkə də həssas bir məsələsidir ki, ürək dolusu danışırsınız, əslində gözəl danışırsınız. Sizə təşəkkür edirəm o gözəl fikirləriniz üçün. Və yəni vurğulamaq istəyir ki, Kamilə xanım, baxın, bu günlərim nə yaxşı ki, deyir, sizlər danışırsınız və efirlərdə tam olaraq ailə gizli bir məfhum formasında olmalıdır. Aşkaryanə olunması bizim övladlarımıza da yansıyır və onlar da bayaq elə siz dediyiniz məsələ, doktor, yəni görərək artıq bunu normativ kimi qəbul edirlər. Xanım, çox sağ olsun. Siz də gözəl vurğuladınız. İnanın ki, o hər birimiz üçün bir yaralı nöqtədir deyərdim. Mənim şəxsi fikrimdir. Bəlkə kimsə razılaşar, kimsə razılaşmaz deyə bilmərəm. Çünki hər kəsin öz baxış bucağı var. Mənim də düşüncəmlə bir psixoloq olaraq ailələr efirə çıxmamalıdır. Negativ, münasibətli ailələr. Ailələr efirə çıxsın. Gözəl ailələrimiz var. Başqalarına görk olan ailələr, nümunəvi ailələr. Gəlsinlər o ailə modelləri, əksinə gözəl ailə modellərimiz efirlərdə görünsə, işıqlansa, görün nə qədər ailə onlardan nümunə götürər. Gəlin yaxşıdan nümunə götürək də, deyilmi? Axı ailənin içərisində olan söz-söhbət gəlib efir məkanında müzakirə oluna bilərmi? Bəs onda psixoloqlar nə üçündür? Nəyə görə lazımdır? Sosial işçilər var, psixoloqlar var. İndi şükür Allaha biz genişlənmişik. İnsanlar artıq psixoloq kimdir başa düşür. Psixoloqa müraciət edirlər rahat bir şəkildə. Ailələr müraciət etsin. Ailəni əgər içəridə həll edə bilmirlərsə, o sosial mühitdə, o qədər insanların içərisində o necə həll olunacaq? Bir adicə Elmir müəllim bunu təsdiq edər. Biz kimlənsə danışanda ailələri biz çağırırıq. Yəni ailələr çağırıq deyəndə bizə müraciət olur. Və müraciət olunanda biz ikisini bir yerdə qəbul etmirik. O ki, ola ki, bir efir məkanına çıxsın, milyonların qarşısında müzakirə gedir. Valla, heç Azərbaycan mühitinə uyğun olan, bizim milli mentalitetimizə, milli dəyərlərimizə uyğun olan bir şey deyil. Çağırılsın, psixoloqlar söhbət etsin, biz ayrı-ayrı danışırıq onlarla, sonra onların ikisini bir araya gətiririk. Dediyim kimi, hətta ikisinlə bir yerdə danışmırıq. Niyə? Çünki ola bilər bəyə deyiləcək söz bir başqadır, xanıma deyiləcək bir başqadır, evlada deyiləcək bir başqadır. Yəni, bunlar fərqli-fərqli danışır. Evladları gətirir, çıxardırlar efirə. Axı, o evladın gələcəyini artıq siz təhlükə qarşısında qoyursunuz. Nə mənada təhlükə? Yəni, onun psixikası aspektindən, onun narahatçılığı olur. Mən ailə tanıyıram ki, evladı gətiriblər, ailədə ayrılma olub. Uşaq deyirdi ki, mənim ən böyük sirrim atamın, anamın ayrı olmağını sinif yoldaşlarım bilməzdi. Bəs siz fikirləşin, onu efirə çıxaranda o uşağı, görün o uşağın dünyası, iç dünyası necə dağılır. O uşaqda etibar, inam, öz gələcəyinə, nələr, baxın da öz gələcəyinə necə o bir istiqamət götürsün. Mən kiməm deyə düşünəcək o, atam, anam kimdir deyə düşünəcək o. Yəni, ona görə də xanım çox gözəl vurğuladı. Mən elə gəlir ki, bax, bu dəqiqə beynimdən bir şey keçdi Elmir müəllim. Bunu bir sorğu kimi aparaq ki, kim razıdır ki, ailələr, bax, o cür münasibətlərdə olan, negativ münasibətlərdə olan ailələr efirlərə çıxsın və onların efirlərdə açıq şəkildə müzakirəsi geçsin. Yəni, olmaz, gəlin yaxşı ailələrimizdən nümunə götürək, gəlin gözəl ailələrimizi efirə çıxaraq, gözəl evladlarımızın tərbiyəsindən danışılsın. O ailələr ki, evladları, bax, bizim gözəl yüksək bal toplayan evladlarımız var, ali məktəbdə təhsil alan evladlarımız var, xaricdə bizim sözün əsl mənasında üzümüzü ağ edən evladlarımız var. Görün, nə gözəl gənclərimiz var. Yəni, bax, bunlardan danışaq, o ailələrdən danışaq. Nümunə olan ailələr var ki, başqalarına əl tuturlar. Yəni, bunlardan danışaq gəlin. Tam doğru vurğulursunuz. Mənə elə gəlir ki, biz indi biraz az sonra bu mövzuya toxunacağıq. Evlənmək ümumiyyətlə qorxusu olan insanlar bəlkə də bu cür verilişlərin, bu formada verilişlərdə aşkaryana nümayiş olunan ailə cütlüklərinin, mən deyərdim, obrazlarını görəndə bunlardan elə istər-istəməz anidən bir qorxu hissi yaranır, təşviş yaranır ki, artıq əgər ailə anlayışı budursa, olmaz olsun o ailədən və mən onu istəmirəm deyə fikirlər başlandı ki, hansı ki biz bunu evlənmə qorxusu və hətta fobiyası məsələsinə, fobiya məsələsinə toxunacağıq. Biz burada, əlavəniz varmı doktor, neysə əlavə eləmək istəyirsə? Demək,
Bəli, mən ailənin ümumiyyətlə yaranması, ailə nikah münasibətlərində motivlər var ki, bir niyyət var da, bir çıxdığımız yolda niyyət var. Bəzən deyirik, boşanmalar üzərindən səbəblər göstərir ki, niyə ayrılırsınız? Təbii ki, onlar səbəb olmur, bəhanələr olur. Mən deyərdim, tutarlı səbəblər deyil. Biz istəyirəm, o motivdən başlayır. Bəli, mən elə ora gətirirəm. Bəli, ora gətirirəm ki, yəni niyyətli olaraq yola çıxmaq var, evlənmə xatirinə evlənmələr var. Başqa insanlara bir ictimai qınaqdan qurtuluş olaraq evlənənlər var. Ümumiyyətlə, bu yolda nə qədər, bilmirəm, düşüncəsi realdırmı, uşaq dünyaya gətirmək xatirinə evlənənlər var. Analıq və atalıq statusunu qazanmaq üçün gedənlər var. Və yaxud da niyyəti bəlli olmayan, heç özü də anlamır ki, nəyin fərqindədir, amma bu yola çıxanlar da var. Və bəzən də niyyəti tam qəti olan insanlar var ki, bəlkə də bu yolda biraz acizyanə durum yaşayıb geri çəkilənlər də var. Fərqlidir, yəni en qədər səbəb saymaq olar. Bu niyyətin yaranmasını, Kamilə xanım, hansı ki bu haqda danışacağıq və xüsusi bir məqamlar var ki, vurğulamağınızı istəyəcəm, doktor. Yəni, insanların niyyəti və marağı üzərindən bu yolculuq nədir bu? Beyin patologiyasının göstəricidirmi? Psixoloji pozuntu, psixi durumumuzun və yaxud da geriləməsidirmi? İnsan zəkasının nə ilənsə imitasiya olunmasıdırmı? Əslində, nədir bu? Nə baş verir? Ümumiyyətlə düşünürəm ki, çox yaxşı olardı. Necə evlilikdən qabaq tibbi arayış tələb olunur, eləcə də psixoloji arayış tələb olunsun. Bilirsiniz, söhbət onda deyil ki, biz deyəcəyik ki, yox, kimsə kimlənsə amandır, evlənməyə olmaz. Yox, bunu biz psixoloqlar, psixoterapevtlər heç kimin əvəzinə biz qərar vermirik. Ancaq olur da, məsələn, cütlüklər, nişanlı insanlar, evlilikdən qabaq gəlirlər, bizdə cütlük terapiyası olur, gəlirlər və biz onlara hər ikisinin xarakterinin, belə deyib, iti bucaqlarını göstəririk. Ki, baxın, siz qarşı tərəfin filan cəhətini nəzərə alın, münasibəti bu müstəvidən qurun ki, problem yaşamayasınız. Yəni, bizim ailələrin möhkəmlənməyində rolumuz bundan ibarətdir. Yəni, biz onlara heç birinə konkret, direct biz demirik ki, bu belə olmalıdır. Xeyr, biz onları bir-birini daha yaxından anlamaqlarına kömək edirik. İstiqamət verirsiniz. Bəli, və burada mən yenə də bizim ağsaqqalların, ağbirçəklərin, ailə başçılarının diqqətli olmağını istəyirəm ki, sosial şəbəkələrdə, Instagramda, Facebookda və hətta bəzi görürsünüz ki, qeyri-peşəkar, aparıcıların olduğu verilişlərdə pul müqabilində heç bir təhsili olmayan adamlar psixoloq olaraq, psixoterapevt olaraq, həkim olaraq təqdim olunur. Və onlar o qədər toksik, zəhərli fikirlər mesaj olaraq ötürürlər, şuuraltı mesaj olaraq gənc ailələrə ötürürlər. Təbii ki, o belə qəşəng deyim var, şeytan da gələndə heç kimi demir, gəl səni aparım cəhənnəmə. Üstdən bir tamam başqa bir örtük, içəridə isə zəhərli və zərərli, toksik fikirlər ötürürlər. Ailə terapiyasından dərs keçirirlər. Kamilə xanım, hansı ki illərini bu sahədə vermiş insanlar heç bu haqda danışmırlar. Bəli, və onlar, yəni təbii ki, o tip insanların əsl peşələri bəllidir. Tanıyanlar hamı bilir. Amma bugünkü gün onu Instagramda izləyən birisi onu bilmir axı. Və bəlkə bir insanın şuuraltısında hansısa bir şeytani istehvarı idisə da, elə bir özünü yalandan psixoloq adlandıran, həkim adlandıran biri, hansı ki, heç bir təsiri yoxdur. Həmin onun bütün o negativ, bütün o şər fikirlərini, o şuuraltı fikirlərini cücərdir, yönləndirir və bugünkü gün təəssüf ki, ailələrin dağılmağında birinci yerdə gələn cərgələrdən, birinci cərgədə gələn səbəblərdən biri də nədir? Həmin o saxta mütəxəssisciklər, o sifətlərini, üz-gözlərini grimas edərək, əyə-əyə insanlara ötürdükləri zəhərli fikirlərdir. Ailə başçıları hara baxır? Yəni, onların ailə üzvləri belələrini izləyirsə, belələrinin hətta illah da yanına gedirsə, təbii ki, bir gündən sonra, 5 gündən sonra boşanacaqdır da, onun o yanına getdiyinin əsl sənəti nədirsə, o yola düşəcəkdir də. Və bir də burada mən ikinci bir vacib məsələni də demək istəyirəm, icazənizlə. Ailədən danışırıq, biz təbii ki, ailənin bayaqdan yetkin üzvlərini müzakirə edirik. Amma ailə həmçinin də evlad deməkdir, bir çox ailələr üçün də, yəni
hər dəfələrlə biz bunu deyirik. Dəfələrlə vurğuluyuruq ki, əziz valideynlər, diqqətli olun, ehtiyatlı olun. Baxın, o bəzi əyləncələr ki var, numerologiya, noxud falı, belə şeylərə inanırlar, təəssüf ki, amma elmin, amma psixologiyanın ardınca gitmək istəmirlər. Hər dəfə deyirik ki, ən gözəl müalicə zamanında aparılmış profilaktikadır. Evladınızı yeniyetmə yaşında, uşaq yaşında heç olmasa bir psixoterapevtik, profilaktik müayinəyə gətirin. Siz onda baş verəcək hansısa destruktiv davranışları valideyn olaraq görə bilməzsiniz. Amma biz mütəxəssis olaraq onu zamanında bilib, aşkarlayıb, qarşısını almaqda sizə kömək ola bilərik. Heç kim valideyni əvəz eləməz evlad üçün. Yenə də siz onun valideynsiniz. Biz necə ki kardioloq ürəyi öyrənibdir, necə ki oftalmoloq gözü öyrənibdir, biz də insanın psixi aparatını öyrənmiş mütəxəssislərik. Sizin uşağınızda baş verənləri vaxtında sizi xəbərdar eləyə bilərik ki, bax bugünkü gün hamımız cəmiyyətdə görürük də, məktəblərdə, uşaqlar arasında və yaxud da cəmiyyətimizdə elə müxtəlif yerdə konfliktlər, körpü uşaqlar belə bıçaqlaşırlar, təsəvvür edirsinizmi? Bir-birinə qətlə yetirirlər. Bu niyə belə baş verir? Və özü də problem, bilin, söhbət təkcə, nə bilim, varlı kasıb məsələsi deyil, təhsilli, təhsilsiz məsələsi deyil, söhbət psixologiyadır. Biz artıq elə zəmanədə yaşayırıq ki, psixoterapevtin, psixoloqun iştirakı olmadan evladı yalnız yönləndirmək çox çətindir. Bəli, əvvəllər başqa idi hər şey. Əvvəllər Instagram da yox idi, Facebook da yox idi, o yazışmalar da yox idi. Uşaqların girib TikTokdan o baxıb videolardan negativ təsir altına düşməklər də yox idi. Və bugünkü gün qayğılar da artıbdır, dəyişibdir. Bəli, zamanında düzgün valideyn bilirsiniz, məktəblərdə psixoloq var. Məktəb psixoloq, amma klinik psixoloq deyil. Onun elə bir məsuliyyəti də yoxdur. Amma zamanında valideyn bir həkim psixoterapevtin, bu da bir problemdir. Yerindən duran hamı özünü yalandan psixoterapevt adlandırır. Əvvəl təkcə psixiatrlar belə eləyirdilər, nevroloqlar. Amma indi elə hamı deyir ki, elə həm də psixoterapevtəm də. Halbuki bütün bunlar diplomda nə yazılırsa, mütəxəssisin ixtisası o da adlandırılmalıdır. Vaxtında gəlib müraciət eləsəydi həmin valideyn evladı ilə bugünkü gün onun evladı hansısa bir cinayətin qurbanı olmazdı. Çünki mən düşünürəm ki, bilirsiniz, üzr istəyirəm hər ikinizdən, tamaşaçılarımızdan da, mənim elmişimin mövzusu yeniyetmələrdir, gənclərdir, uşaqlardır və onların destruktiv davranışı, aqressiyasıdır. Ona görə deyirəm ki, vaxtında həmin o uşaqları valideyn gətirsəydi, bir dəyərləndirmə aparsaydıq, bu problem olmazdı. Çünki mən düşünürəm ki, hər bir uşaq, hər bir yeniyetmə, fərqi yoxdur, lap vuran, nə bilim, İraq olsun, bıçağı çıxardan, gülləni atan olsa da belə, o da qurbandır. O da qurbandır. Qarşı tərəf də qurbandır, edən də qurbandır, eləyən də qurbandır. Və bunu da valideynlər bilməlidir ki, dünyada nə qədər mütəşəkkil bir strukturlar olsa da belə, yenə də valideyndən yaxın, valideyndən daha çox evladının bugününü, aqibətini, gələcəyini düşünən ola bilməz. Ona görə də valideynlər bu məsələyə ayıq-sayıq olsunlar, vaxtında, zamanında çəkinməsinlər psixoloqa, psixoterapevtə müraciət eləməyə. Və bunu ciddiyə alsınlar, hər dəfə bunu vurğulayıram. Bunun da kökündə bizim evlənməyə doğru bizi aparan motivlər və niyyətlər dayanır. Bu haqda danışacağıq. Qısa bir reklam aramız var, sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar. Reklam fasiləmiz bitdi, müzakirəmiz yenidən davam edir. Kamilə xanım, əsas məsələ biz təbii ki sona saxladıq, amma o qədər zaman tez geçdi ki və telefon bəlkə də tamaşaçımızın da geniş əhatəli cavabına görə biz burada əsas evlənmənin motivlərini qısaca istəyəcəm buna o bitmiş fikriniz və səlis fikrinizlə yekun vuraq və bir də burada evlənmə fobiyası var. Əslində bunun varlığına çoxumuzun xəbəri yoxdur ki, belə bir anlayış da var. Bu haqda buyurun.
Çox təşəkkür edirəm sual üçün. Genişdir, amma çalışacağım qısa dediniz. İnşallah biz bunu gələnlərdə bir evlənmə fobiyası adlı ayrıca bir mövzu qoyarıq və buradan ona xüsusi bir zaman ayırarıq. Evlənmənin motivləri, biraz öncə biz danışdıq ailədə, ailənin qorunması motivləri. Burada isə evlənmənin motivləri. Bax, elə evlənmənin motivləri yaxşı olanda ailə də əsası da möhkəm olur. Evlənmənin motivləri ola bilər sevdiyim insanla ailə qurmaq istəyirəm. Yəni bu əsas vacib amillərdən biridir və həyatda bəzən görürsən belə insanlar o ki, hələ planında yoxdur ailə qurmaq. Amma görürsən ki, həyatda əsl hər kəsin bir idealı var, bir düşündüyü insan var, qəlbində özünü birləşdirdiyi insan var və birdən-birə o insan hardasa günlərin bir gözəl bir xoş günündə hər kəs rast gəlsin, bütün cavanlarımızı arzulayıram. Belə bir insanla qarşılaşır və o plan olmadan o ailəni qurur. Bu ailənin də təbii ki, təməli möhkəm olur. Evlənmənin motivləri o olur ki, insan baxırsan ki, bizim Azərbaycan adət-ənənələrimizdə də təbii ki var. İnstitutu bitirdi, müəyyən işləri gördü və artıq evlənmək zamanı gəldi. Oğlanlarımızda da, elə xanımlarımızda da, xüsusilə xanımlarımızda bu biraz da başqa şəkildə olur. Soruşurlar, nə vaxt ailə qurursan, necə olur? Yəni bunu fikirləşir ki, yox, artıq zamanı da ailə qurmalıyam. Evlad sahibi olmaq. Məsələn, düşünür ki, ailəsi olsun, evladı olsun və yaxud da ki, özünü arxa dayaq birlikdə olmaq. Belə bir fikir var. Gözəl bir sözdür bu da oradan da. Biz birlikdə güclüyük. Həqiqətən də ailə də təbii ki, elə seçilməli ki, o ona sözün əsl mənasında güc versin, qüvvə versin və birlikdə olsunlar. Bir-birini bütövləşsinlər də. Belə deyirlər ki, hər kəs bir öz yarısını axtarır. Sözün əsl mənasında onu düzgün tapacaqsa, doğru seçim edəcəksə, o insan sanki bütövləşir və bu bütövlük onun bir həyatına bir işıq salır, gözəllik gətirir, xoşbəxtlik verir təbii ki. Və yaxud da ki, baxırsan ki, mən görmüşəm bunu insanlar arasında, deyir ki, dostum da kimisə var, yəni artıq ailə qurur, mən tək qalmışam və mənim yadıma gəlir bir zaman bir pasiyentim vardı, o belə bir söz işlədir ki, Kamran xanım, mən deyir, var idi belə ətrafımda dostlarım, biz həmişə bir yerdə olardıq, indi deyir, onların hamısı evlənib, mən görürəm ki, onlarla biz bir yerdə oturanda artıq bizim sözlərimiz bir-birinə umumi aspektə uyğun gəlmir. Nə mənada? O biz deyir ki, oğlum gedir, oğlumun problemi, qızımın işi belə getdi, həyat yoldaşım harası gedir. Mən görürəm ki, mən onların içərisində sanki təkləşirəm və mən də düşündüm ki, artıq zamanı gəlib. Yəni, mən evlənməliyəm də və insan xoşbəxt olmaq istəyir. Kimlənsə bir xoşbəxtliyini gətirmək istəyir. Yəni, çoxdur burada motivlər, təəssüf ki, deyirsiniz, vaxt azdır və fobiyadan qısa demək istəyirəm. Qismət olsun evlənmənin motivlərini bir yaxşı, geniş şəkildə danışarıq. İnşallah, Kamran xanım. Fobiya, evlənmə fobiyası. Bunu doğrudan da bizim gənclərimizin çoxu bəlkə də fərqində olmadan o narahatçılığı yaşayırlar. Nədir bu? Evlənmə fobiyası evlilikdən rasional şəkildə, yəni dərk etmədən qorxmaqdır. Necə, nə mənada? İnsan kimləsə tanış olur və çox hər şey yaxşıdır, evlənməyə doğru gedirlər və evlənmə mərhələsi gələndə insan geri çəkilir. Və insan geri çəkilir və sanki o məsuliyyətə girməkdən qorxur, nə olacaq deyə qorxur. Təbii ki, burada müəyyən negativ təcrübələr var. Bax, elə biri də bizim o məhz efirlərdə o negativ ailə modellərinin təqdim olunması və uşaqlıqdan baxıb və görüb ki, ailələr gəlir, ancaq davi edir. Düşünür ki, yəqin ailə budurmu? Yox, ailə quraram, necə ola bilər? Və yaxud da ki, keçmişdən gələn öz atası, anası ailədə söz-söhbət yaranması, ki, ailədə daima tam anamı incidib, tutaq ki, xanımdırsa, fikirləşir ki, atam anamı incidib və yaxud da ki, əksinə bəydirsə, anası atasından problemlər yaşayıb və onun narahatçılığına gətirib çıxarır və fikirləşir ki, yox, o qorxunu hiss edir. Dediyim kimi, bəzən heç dərk etmirlər. Sadəcə deyir ki, mən istəmirəm, ailə qurmaq istəmirəm. Niyə istəmirsən? Deyir, yox, mən hələ hazır deyiləm. Belə bir söz var. Amma gəlin görək, o hazır deyiləmmi? O başqa bir məsələdir. Doğrudan da ailə qurmağa bir məsuliyyət var, başqa məsələlər var. Hazır olmalısan, hər tərəfli hazır olmalısan. Amma burada o sözün o hazır olmaqdırmı, yoxsa qorxudurmu? Bunda olan o qorxulardır. Məsələn, görürsən ki, ətrafda, qohumlarda kimdəsə hansısa yenə də bir negativ bir ailə modeli olub ki, bu ailə modelinin sonu yaxşı olmayıb, xoşbəxt olmayıb. Bu fikirləşir ki, mən necə edərəm də, nə cür ailə quranırsa necə olacaq və yaxud da ki, ailədə də qorxudurlar bəzən. Mən insanlar tanıyıram, evladına deyir ki, sən yaxşı oxu, mütləq. Yəni, sən gələcəkdə uşaqların ac qalar.
İndi təsəvvür edin, bu da fikirləşir ki, kiçik yaşlı uşaq deyir ki, mən bizdən gələcəkdə oxuya bilməsəm, uşağın qorxusuna baxın, mənim uşaqlarımı necə mən yedim, ən yaxşısı mən ailə qurmayacam onda. Fikir verin, indidən bu uşaqda bu qorxu yarandı və bəli, təməl qoyuldu və bu get-gedə artdı. Və yaxud da ki, ana evladına deyir ki, qız evladına, sən ailə neynirsən, ailə qurub, uzaq olsun, bax görürsən, mən də ailə qurdum, atam məni bu vəziyyətlərə qoydu və yaxud da ki, xüsusilə də ayrılan ailələr, biz ayrılmanın tərəfini deyilik təbii ki, heç vaxt şəkildə düzgün anlaşılma olsun. Amma çox təəssüf ki, bəzən belə hallar olur və belə hallar olanda bütün xanımlar yox, xüsusilə analar görürsən ki, ata haqqında çox negativ fikirlər danışırlar. Və bu da artıq uşaqda mənfi fikirlər yaranır və avtomatik şəkildə, şuuraltı şəkildə yeriyir beyninə ki, və ailə qurmaq nəsə qorxunc bir şeydir də. Yəni, gəlin, burada çoxdur bunun səbəbləri. Vaxtımız təəssüf yazdı. Vaxtımız artıq yekunlaşdı. Deyək ki, belə yox, insanlar həmişə düşünsünlər ki, ailə insan üçün bir gözəllikdir, ailə insan üçün bir rahatlıqdır. İnsanın yanında həmdərd, həmfikir olan bir insandır. Ailə bir ömür boyu sənlə bir yerdə olacaq bir insandır. Yəni, hər tərəfli şəkildə bir-birinizi tamamlayan bir insandır və ailə xoşbəxtlik modelidir. Yəni, bunu gənclərimiz fikirləsinlər və hər kəsə də uğurlar arzulayıq. Bəli, nə gözəl də sonunda fikrini tamamladınız ki, ailə xoşbəxtlik modelidir. Yəni, burada hansısa bir macəra, pisliklər, gələcəkdə olacaq negativ şeyləri düşünmək və qorxaraq geri çəkilmə deyil, əslində buna gözəl yanaşmaq lazımdır. Təşəkkür edirəm hər birinizə, çox təəssüf etdim. Geniş müzakirəyə səbəb olan təbii ki, biz bu mövzunu qısa bir dar çərçivəyə yerləşdirdik, amma baxdıq ki, yerləşdirə də bilmədik. Növbəti gözəl günlərin birində bu mövzunu biz müzakirə edərək ayrıca olaraq ailə evlənmə qorxusu, evlənmə fobiyası mövzusunu bizimlə bərabər həkim, psixoterapevt Elmir Əkbər və Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının doçenti, klinik psixoloq bizim dəyərlimiz Kamilə xanım Kazımova ilə sabah eyni vaxtda fərqli mövzu ilə görüşmək ümidi ilə salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.